Hər vaxt xeyir olsun, dəyərli izləyicilər, traderlər, əmkanlar, iqtisadçılar. Bugün şənbə günüdür, xoş istirahətlər arzu edirəm sizə. Yəni, bildiyiniz kimi, təbii ki, söhbət, biz hər dəfə olduğu kimi söhbəti Qızıldan açarıq və bugün sizi Dubaydan salamlayıram. Möhtəşəm bir süfrə açıblar bizim üçün. Yəni, gördüyünüz kimi, gözəl dağımlarla süfrəni açıblar. Təbii ki, VIP'lər üçün xüsusi bir süfrə açıblar, amma açın desəm, mən şirniyyata üstünlüyü vermirəm. Bunlar da gətiriblər, bütün şirniyyatları gətirib düzüblər bura. Belə, gəlin, biz baxaq görək beynəlxalq maliyyə birjasında nələr baş verdi və biz gələn həftə nələri gözləməliyik. Sadəcə olaraq qızıldan danışmaq istəyirəm sizə. Yəni, qızıl, bildiyiniz kimi, 3244-ə qədər qalxdı və azca korreksiyalar verdi. Diqqətlə baxın siz, yəni sadəcə olaraq 1 saatlı zaman intervalında, eləcə də 4 saatlı zaman intervalında, 4 saatlı zaman intervalında mükəmməl bir qalxış, yəni yuxarı doğru uptrendlə yaddaşlara qaldı. Və bu trend, yəni bunu göstərir ki, hələ ki türklər demişəm, pes etmək istəmir, sürətlə yuxarı doğru istiqamətlə davam etdirmək istəyir. Və növbəti hədəflər təbii ki, yenidən yuxarıdır. Yəni biz bu haqda keçən həftələrdə də, keçən ildə də yəni məlumat vermişdik. Yəni hal-hazırdakı vəziyyətdə biz diqqətlə baxsaq, yəni yuxarı doğru istiqamətində yəni qiymətin 3218-dən aşağı formalaşması nəticəsində biz satış əməliyyatlarına üstünlüyü verə bilərik, yəni gələn həftə üçün. Yaxşı olardı ki, 3208-lərdən sonra biz satış əməliyyatı haqqında düşünsək, daha yaxşı olardı. Nəsə, yəni yuxarı isə hədəflər bəllidir, yəni birinci gün nə olacaq? Yəni bu istiqamətə gedirsə, yeni bir maksimuma, yəni imza ata bilər. Yəni 3244-dürsə 3200 yadasa 55-lərə, 60-lara qalxıb və oradan yenidən yəni aşağı doğru istiqamətlə davam etdirir. Yeni bir maksimumdansa, yəni orada divergensiya yəni yarada bilər və aşağı doğru istiqamətlə davam etdirər. Gəlin, biz baxaq, digər cütlülərə baxaq, yəni neftə baxaq ki, neft neynədir? Neft, yəni, excuse me sir, can you bring the black tea? Black tea, yəni. Belə, bizdə də hər yerdə gedirik, yəni bizdəki black tea də, qara çaydır. Düzdür, cappuccino, americano gətiriblər, amma qara çayın öz yeri var. Belə, demək, neft də dünən yuxarı doğru istiqamətlə davam etdirdi, yəni sürətlə istiqamət aldı və təbii ki, söhbət gedir, future spotlardan gedir və bu gedişlə biz yəni baxaq görək 4 saatlı zaman intervalında vəziyyət necədir? Yəni 4 saatlı zaman intervalında hədəflər aradır. Hədəflər 67-ni göstərir və 70-lərdə korreksiyanı göstərir. Eyni zamanda təbii ki, bu bizim sistemimiz göstərir. Eyni zamanda yəni 73-lər və 73-lər və 76-lar hədəfdə. Təbii ki, ilk öncə hansı nöqtəni keçməlidir? Yəni ilk öncə əsas olan 67.10-lardır. Bundan keçəndən sonra formalaşması yəni olacaq. Yəni həm crude oil-lə ümumiyyətlə bunlar demək olar ki, eyni qalxır. Crude oil-lə future spotlar. Bitcoin-ə gəldidə isə bütün kütlənin marağına səbəb olan Bitcoin. Bitcoin neynədir? Yəni Bitcoin də cümə günü o da sürətlə yuxarı doğru istiqamətlə davam etdirdi. Bugün yəni istəyir ki, yenidən qalxsa, amma 84-200-lərdən yuxarı formalaşsa, sürətlə yuxarı doğru istiqamətlə davam edir. Yalnızca biz dünən yox, sıra gün, yəni Bitcoin-in aşağı düşməsi nöqtələri nəzərə çatdırmışdım. 80-lər və 77-lər, amma 77 yox, 78-lərə toxundu, oradan geri əks istiqamətdə hərəkət elədi. Yəni siz yəni bu qonaqlara baxmayın, yəni bu normal haldır. Yəni əsasən də
84-200-lərdən yuxarı formalaşsa, alışlarda satışlar isə 82-400-lərdən gələcək. Belə əzizlərim, biz hələlik sizdən ayrılırıq. İnşallah görüşmə ümidi ilə, təbii ki, sabah bazar günündə xoş islahatlar arzulayırımsa, bazar günündə bizə lazım olan Bitcoin-dir. Bitcoin haqqında ətraflı söhbət edəcəmizsə, biz, yəni, sözün açığını desəm, bir belə gözəl tamamlar bura düzüblər, amma təəssüflər olsun ki, biz bu şirniyyatlardan istifadə edemirik. İstifadə edən olsaq, burada portakal şirəsi var. Ən yaxşı, yəni ən çox sevdiyim kök şirəsidir. Bu əladır, yəni bir də səhər saatlarından süd və qarpız yemiş, yəni daha da insan üçün daha da yaxşıdır. Yəni bunlar şirniyyatlardan, ətlərdən, konservləşdirilmiş bu sasikalardan və ya da deyək ki, pankeklərdən yəni uzaq olsanız daha yaxşı olar. Əsasən xeyirli olan kök şirəsidir və qarpızı səhər saatlarında orange juice, portakal şirəsidir. Bunlardan yəni qidalansanız daha yaxşı olar. Belə, əzizlərim, inşallah görüşmək ümidilə. Sağ olun, hoşça qalın.